Eyni köklü sözləri müəyyənləşdirməyin bir sıra qaydalar var. İndi mən sizə o qaydalardan danışacağam. Sual qoymuşam mövzunun əvvəlində. Deməli, sual belədir. Sıxılmaq və sıxılıq sözlərinin kökü hansı nitq hissəsidir? Bu sözlər eyni köklü söz hesab edilirmi? Daha sonra sıxıntı və sıxılaşmaq sözlərinin eyni köklü olub olmadığını müəyyənləşdirmək. Əgər cavabı bilirsənsə, videonu dayandırıb rəy bölməsində yaza bilərsən. Yox, əgər bilmirsənsə, onda bu videoya diqqətlə bax. Eyni köklü sözləri müəyyənləşdirmək üçün bir sıra qaydalar var, onları bilmək lazımdır. Birinci qayda odur ki, eyni köklü sözdə əgər leksik şəkilçisi yoxdursa, burada eyni köklülükdən söhbət gedə bilməz. Mütləq leksik şəkilçisi olmalıdır. Qrammatik şəkilçisi ilə eyni köklü söz yarana bilməz. Qrammatik şəkilçisi sözün sadəcə formasını dəyişir. Ona görə də qrammatik şəkilçisi vasitəsilə eyni sözün müxtəlif formaları yarana bilər. Bizə lazımdır sözdə leksik şəkilçisi olsun, mütləq olmalıdır. İkinci qayda nədir? İkinci vacib bilmək gərəkən hər mövzunun, məsələn, isim mövzusunun, feil mövzusunun, sifət mövzusunun hər mövzunun əvvəlində quruluşca düzəltmə olan isimlər, sifətlər, feillər, zərflər və s. verilir. Orada isimdən, adlardan isim düzəldən, adlardan sifət düzəldən və yaxud feildən feil düzəldən, adlardan feil düzəldən və s. şəkilçilər olur. O şəkilçiləri diqqətlə öyrənmək lazımdır. Çünki eyni köklü sözləri müəyyənləşdirəndə həmin leksik şəkilçilər bizim işimizə yarayacaq. Məsələn, adlardan tutaq ki, isim düzəldən, adlardan feil düzəldən leksik şəkilçisi və yaxud feilin özündən feil düzəldən leksik şəkilçisi. Bilmək lazımdır ki, bu şəkilçisi feildən feil düzəldir. İndi burada iki dənə söz verilib. Sıxıntı və sıxlaşmaq sözləri. Gəlin tapaq görək bu sözlər eyni köklüdür yoxsa yox. Sözləri əvvəlcə kök və şəkilçiyə ayırırıq. Sıx, sıxıntı, sıxlaşmaq sözündə kök və şəkilçiyə ayırırıq. Sıxlaşmaq məstər şəkilçisidir, o heç o qrammatikdir, ondan işimiz yoxdur. İlk baxışda elə görünür ki, bu sözlər eyni köklüdür. Çünki hər ikisinin kökü sıxdır. Amma leksik şəkilçiləri yaxşı bilmək burada çox şey yarayacaq. Yenə də deyirəm, bu şəkilçiləri, leksik şəkilçiləri mütləq yaxşı öyrənmək lazımdır. Feildən feil düzəldən, feildən isim düzəldən və yaxud adlardan feil düzəldən və s. Fərqi yoxdur. Yəni, hər bölmənin əvvəlində olan leksik şəkilçiləri mütləq öyrənmək lazımdır. Intı şəkilçisi qoşulub bu sözə. Intı üstü 4. Bu sözə də qoşulub laş şəkilçisi. Laş, ləş şəkilçisi. İndi baxaq görək hansı şəkilçisi hansı nitq hissəsindən nə düzəldir. Intı şəkilçisi feildən isim düzəldən şəkilçisidir. Nümunələr yazaq. Məsələn, döyüntü. Ürək döyüntüsü. Nə? Döy feilindən isim yaranıb. Və yaxud tikinti materialları. Tik feilindən tikinti sözü yaranıb. Nə? Və yaxud yaza bilərik bura döyüntü, tikinti. Sonra yaza bilərik bura hansı söz yaza bilərik? Biraz fikirləşim. Yeyinti sözün yaza bilərik məsələn. Nə sualına cavab verir. Və yaxud qazıntı işləri aparıldı. Nə aparıldı? Qazıntı. Deməli, bu şəkilçisi, intı üstü 4 şəkilçisi feildən isim düzəltdi. Deməli, burada sözün kökü feildir. Sıxmaq feili. Bu sözə baxaq. Laş, ləş şəkilçisi. Laş, ləş şəkilçisi feildən feil düzəltmir. Adlardan feil düzəldir. Yəni, ad deyəndə də isim, sifət, say, zərf, əvəzlik və s. nəzərdə tutulur. Məsələn, nümunələr yazaq. Birləşmək sözün yaza bilərik burada. Birləşmək. Sonra yaza bilərik. Sıxlaşmaq sözünə. Uzaqlaşmaq sözün yaza bilərik. Yaxınlaşmaq sözün yaza bilərik. İndi baxaq sözlərə. Birləşmək.
bir sayını artırılıb şəkilçi. Uzaqlaşmaq, uzaq sifəti artırılıb. Yaxınlaşmaq da sifəti artırılıb. Deməli, bu şəkilçi fiildən fiil düzəltmədi. Adlardan fiil düzəltdi. Yəni, saydan, sifətdən. Deməli, bu şəkilçinin, bu sözün kökü fiil ola bilməz. Çünki fiildən fiil düzəltmir bu. Adlardan fiil düzəldir. Sıx fiil. Burada isə sözün kökü olacaq sıx. Hansı ki, sıx meşə birləşməsində var. Sıx, qalın mənasında. Sıxlaşmaq, qalınlaşmaq mənasına gəlir. Deməli, bu sözün kökü sıx sifətidir. Bir sözün kökü fiil, bir sözün kökü sifətdirsə, o söz eyni köklü ola bilər, təbii ki, ola bilməz. Deməli, sıxıntı və sıxlaşmaq sözləri eyni köklü söz deyil. İndi bu, əgər qaydanı başa düşdünüzsə, əvvəldə verilmiş suala cavab yazın, zəhmət olmasa.